Yəni ailədə bir üzvündə varsa, başqalarında keçəcək deyə bir şey yoxdur. Amma düzgün müalicə nəticəsində həmin insanın özünə həkimin dediyi sözlərə əməl eləməsi nəticəsində və həkimin də o təcrübə kimi yox, məsələn, antihistamin dərmanlardır. Biri 5 nəfərə düşür, bir dənə başqasına təsir eləmir, gərək dəyişəsən. Səhər birini yazırsan, axşam yeməkdən sonra, səhər yeməkdən sonra. Mütləqdir ki, diyeta vacibdir. Çünki niyə? O demək deyil ki, bu övrə hansısa bir qızıqlandırıcı qidadan olmuşdu, yox. Amma onlar da immun sistemini, bağırsağı qızıqlandırır. Çox qəbul olunan şirniyyatlar, mənbəyi, mənşəyi bilinməyən hansı ki, paket qidalar çox keyfiyyətsizdir. O zaten bağırsağı qızıqlandırır, olmayan immuniteti biraz da aşağı salır. Ona görə burada diyeta vacibdir. Diyeta nədir? Sağlam qidalanmaq. Az qidalanmaq sağlam. Yuxu çox önəmlidir. Vaxtında yatmaq. Məsələn, deyirlər, doktor, mən deyirsən ki, yuxun necədir? Deyir ki, 8 saatımı yatıram. Amma neçədə gecə saat 4-dən sabah 12-yə qədər. Yox, bu yuxu deyil. Özünüzü də aldatmayın, həkimi də aldatmayın. Yuxu axşam saat 10-da, 11-də yatılan yuxudan gedir. O vaxt başlayıb saat 7-yə, 8-ə qədər davam edən yuxudan. Normal yuxu budur. Sənin orqanizmin burada özünü bərpa edə bilir. Uşaqlara deyirlər, uşaq yatanda böyüyür. Bəli, düzgün yatmaqla orqanizmin inkişafı düz gedirdi. Eləcə də böyüklərdə. Dəxli yoxdur, işindən asılı olmayaraq. Normal yuxu insanın orqanizminin bir qoruyucu sistemidir. Çox maye qəbul etmək, su. Maye deyəndə kompotlardan, şirələrdən danışmıram. Suyun çox qəbul olunması ki, orqanizmi təmizləsin, böyrəkləri çox işlətsin. Nə qədər mümkündür bədəndən o şlaqları çıxartsın. Sidiklə ya nəcislə. Bax, bunlar çox önəmlidir və həkimin nəzarəti altında. Artıq o dərman preparatları ki, təyin olunacaq, 10 gün, 15 gün sonra bir də baxılacaq. Təsir eləyirmi? Təsir eləyirsə, mən burada artıq sağalmayan, davamlı xroniki övrədən danışıram. Hansı ki, insanlar qaşınmaqdan, dərisinin sərtməsindən, qızarmasından beziblər. Burada bir yaxşı tərəfi keçicidir, yolxucu deyil. Şükür olsun ki, qotur kimi, göbələk kimi yolxucu deyil. Yəni, ailədə bir üzvündə varsa, başqalarında keçəcək deyə bir şey yoxdur. Amma ailənin bir üzvündə olmaq elə, deməli, burada bir gərginlik var. Başqa ailə üzvləri də o gərginlikdən əziyyət çəkirsə, onun da immun sisteminin aşağı olmasının bir göstəricisidir.